Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li amri ve hlul uqdatan min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi təqvalı bəndələrindən qərar versin inşallah. Dəyərli möminlər, dəyərli müsəlmanlar, bugünkü cümləmizin mövzusu cəmaatın, dini toplumun bir araya gəlməsi və cəmaat namazının bərpası haqqındadır və cəmaat namazının və təklikdə qılınan namazdan nə qədər üstün olduğu barədədir. İslam dini ümumiyyətlə müsəlmanların vəhdətinə, birliyinə, bir olmasına çox böyük önəm verir, çox böyük dəyər verir. Gərək bu birliyi, bərabərliyi insan özlüyündə baxa, diqqət yetirə və bərpa eləyə. Bu barədə Allah təbarək və teala Ali İmran surəsinin 103-cü ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Va'tasimu bihablillahi cəmi'an və la təfərraqu. Buyurur ki, hamılıqla Allahın ipindən, yəni Allahın dinindən, kitabından və vəhyi gətirəndən möhkəm yapışın. Və la təfərraqu deyir, yəni firqələrə bölünməyin, parçalanmayın, parçalanıb aradan getməyin. Allah özə əmr eləyir Ali İmran surəsinin 103-cü ayəsində. Deyir ki, Va'tasimu bihablillahi cəmi'an. Allahın ipindən möhkəm yapışın, hamılıqla Allahın ipindən, yəni dinindən möhkəm yapışın və parçalanmayın. Və la təfərraqu deyir. Heç vaxt firqələrə bölünməyin, parçalanmayın. Nə qədər ki bir olsanız, düşmən sizə qalib gələ bilməz. Ən böyük düşmən kimdir? Ən böyük düşmən şeytandır. Ən böyük düşmən kimdir? İnsanın nəfsi əmmarəsidir içərisində daşıdığı. Nə qədər ki insan dini cəmiyyətdə formalaşar, nə qədər ki insan dini mühitdə böyüyər, nə qədər ki insan dini mühitdə get-gəl eləyər, o qədər insan öz imanında sabit qədəm olar. O qədər insan dininə bağlı olar. O qədər insanın mənəviyyatı güclü olar. Allah Teala bu ayədə bizlərə bunu başa salır. Başa salır ki, nə? Və hamılıqla Allahın ipindən, yəni dinindən möhkəm yapışın. Parçalanmayın, bölünməyin. Allahın Peyğəmbəri Həzrət Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm bu barədə buyurur ki, Allahın əli, yəni məcazi mənada deyir bunu. Deyir, Allahın əli toplumun, cəmiyyətin, dini cəmiyyətin başının üzərindədir. Nə qədər ki insan dini cəmiyyətdən ayrılar, bölünər, parçalanar, onu necə ki sürüdən ayrılan bir qoyunu, canavar, bir qurd parçaladığı kimi, qafıb parçaladığı kimi, dini cəmiyyətdən ayrılanları da şeytan o cürünə götürər, parçalayar. Ona görə deyir, Allah Teala özü Quran-ı Kərimində buyurur ki, və la təfərraqu, parçalanmayın, bölünməyin deyir. Diqqət eləmək lazımdır. Burada bir çox nüanslar var. Dini birlikdə, dini cəmiyyətdə möminlərin bir araya gəlməyində, bərabər birlikdə namaz qılmağında çox-çox böyük savablar yatır. Çox-çox böyük əhəmiyyəti var. Əgər hədislərimizə müraciət eləsək, görərik ki, dini cəmiyyətin, möminlərin bir araya gəlməyi o qədər önəmlidir ki, Həzrət Rəsulullah buyurur, əgər bir nəfər dünyasını dəyişə, rəhmətə gedə, 40 dənə mömin onun cənazəsinin yanında durub, şəhadət versələr ki, ilahi bu gözəl insan idi, yaxşı insan idi, imanlı insan idi, təqvalı insan idi, hətta o bəndə günahkar bəndə olsa belə 40 dənə möminin şəhadət verməyinə, onun üçün dua eləməyinə görə Allah Teala onun günahlarını bağışlayar, onu möminlərin cərgəsinə yazar. O qədər önəmlidir. O qədər önəmlidir ki, möminlər bir araya gələ. O qədər önəmlidir ki, möminlər bir araya gələ, dini cəmiyyəti bərpa eləyə və cəmaat namazını bərpa eləyə, məscidə gediş gəlişi
bərpa eləyə. Bu günlərdə nə qədər məscidlər var, nə gözəl şəraitləri var ki, baxırıq məscidlər boş qalıb. Bunun hər nə səbəbkarıdır, Allah o səbəbləri, Allah o maniyələri aradan qaldırsın ki, möminlər məscidlə get-gəl eləsinlər. Məscidlə ünsiyyətlərini bərpa eləsinlər. Cemaat namazı da o cümlədən o qədər önəmli bir namazdır ki, Həzrət Rəsulullahdan, məhsumlardan bir çox sayda hədis var və hətta Bəqərə surəsində Allah Teala bu barədə buyurur ki, وَعَقِيمُ الصَّلَاةَ وَعَاتُ الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ deyir, namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə, edənlər deyir, görürsünüz? O adamlar ki, namaz qılırlar, ruku halında ruku elirlər, cəm halda rukuya gedirlər, cəm halda səcdiyə gedirlər, cəm halda ibadətlərini edirlər, deyir, vərkəu mə'ər-rakiin. Deyir ki, ruku edənlərlə birlikdə ruku edin, namazınızı, yəni cəm halda qılın. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, deyir, hər kim məscidin qonşuluğunda yaşaya, ciddi bir problemi, ciddi bir üzrü olmasa, evdə tək namazını qılan, məsciddə gəlib namazını qılmaya və cemaatla namazını qılmaya, deyir, evdə qıldığı namazında problem var, qəbul olunmağında müşkül var. Məscidin qonşuluğu kimdir? 40 ev sağ tərəfə, 40 ev sol tərəfə, 40 ev arxaya, 40 ev önə, 40 məscidin ətrafında 40 ev məscidin qonşuluğu sayılır. Bizlər gərək boynumuzun borcudur ki, gərək namazlarımızı gələk məsciddə qılaq ki, bir dəyər olsun, bir dəyər tapsın. Namaz cəmaət halında qılınanda Allahın qatında böyük bir dəyər sahibi olur. Namazı ümumiyyətlə öz-özlüyündə namaz ki, hamımız qılmalıyıq. Vacib əməllərdən biridir, fərz əməllərdən biridir. Amma Allahın qatında o qədər təkid olunan əməldir ki, cəmaatla qılına, cəmaatla qılınmağının, təklikdə qılınmağının arasında çox-çox böyük fərqi var. Həzrət Rəsulullah buyurur ki, 25 dəfə təklikdə qılınan namazdan cəmaatla qılınan namazın savabı o qədər böyükdür. İmam Rıza əleyhissalama bir gün sual verirlər. Ey Peyğəmbər övladı, Kufə məscidində qılınan namazın savabı mı daha çoxdur, yoxsa cəmaatla qılınan namazın savabı mı? Həzrət İmam Rıza əleyhissalam buyurur ki, təbii ki, cəmaatla qılınan namazın savabı çoxdur. Kufə məscidində qılınan namazların savabı o qədər böyükdür, o qədər böyükdür. Onu hesablamaqla bitəsi deyil. Həzrət İmam Rıza əleyhissalam deyir ki, cəmaatla qılınan namaz ondan qat-qat böyük savabı var. Ona görə evdə namaz qılmaq yerinə gəlin, bərabər birlikdə məsciddə namaz qılın. Cəmaət namazında nə qədər insan çoxalsa, o qədər savabı çoxalar. Həzrət Peyğəmbər sallallahu buyurur ki, bir nəfər əgər piş namazın arxasında durub ona iqtidə eləyərsə, başqa vaxtlarda qıldığı namazdan 150 dəfə çox savab qazanar. Bir nəfər hələ. Əgər 2 nəfər imam cəmaata iqtidə eləyərsə, hər rükətinə Allah Taala 600 dəfə təklikdə qılındığı namazdan artıq savab yazar. 600 dəfə. Və Peyğəmbər sallallahu hədisinin davamında buyurur ki, əgər hər nəfər sayı artarsa, bu qədər 600 dəfə savabları artar. Hədisin davamında Həzrət Rəsulullah buyurur ki, əgər piş namazın arxasında, yəni imam cəmaatın arxasında 10 nəfər və yaxud da ki 10 nəfərdən artıq namaz qılan olsa, deyir, Allahın ərşi, kağız, dənizlər mürəkkəb, meşələr qələm ola, o cəmaat namazının savabını yazıb qurtara bilməz. O qədər önəmlidir, mənim əzizlərim. Namazı gərək cəmaatla qılasan ki, Allahın qatında da bir dəyəri ola. Təklikdə qıla bilərsən, belə deyək, xuzu, xuşu halında namaz qıla bilərsən. Amma o ki, cəmaatla birlikdə qıldığın namaz var, o cəmaatla birlikdə qıldığın namazın yaxınından keçə bilməz, təklikdə qıldığın namaz. O qədər önəmlidir.
Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, bir nəfər məscidində cəmaət namazı qılına, özü də tək evdə otura namazını qıla, məscidə getməyə namaz qılmağa, buyurur ki, onun namazı namaz olmaz. Peyğəmbər sallallahu buyurur, deyir, onun namazı namaz olmaz. İnsan o qədər önəmlidir, cəmaət namazı qılmaq, o qədər böyük savabı var. Həzrət Rəsulullah buyurur, əsl namaz, Allahın qatında bəyənilən namaz, cəmaatla birlikdə qılınan namazdır. O qədər Allahın qatında dəyərlidir cəmaatla qılınan namaz. Ona görə sizlərdən ricam, sizlərdən təmənnim budur ki, nə qədər ki ömrünüz var, nə qədər ki Allah ömrünüzü bərəkətli eləsin, mənalı eləsin, uzun eləsin. Nə qədər ki ömrünüz var, nə qədər ki fürsətiniz var, hər namazınızı çalışın, gəlin məsciddə birlikdə cəmaatla qılaq. Bunun savabı başqa namazlardan qat-qat böyükdür. Təkrar diqqətinizə çatdırıram ki, Allah təbarək və Teala Bəqərə surəsinin 43-cü ayəsində buyurur ki, və qimus salat və atuz zakat vərkəu mə'ər-rakiin, deyir, namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin. Allah bizləri o ruku edənlərlə birlikdə ruku edənlərdən qərar versin. Allah özünün rizayətindən yaşayıb, özünün rizayətindən dünyadan köçməyi bizlərə nəsib eləsin.